İnsan orqanizmində saçlar bir neçə inkişaf mərhələsi keçir. Uzanma, inkişaf, tökülmə mərhələsi. Saçların tökülməsi saç inkişafının normal fizioloji mərhələləridir. Bəzi vaxtlarda bu yeniyetmələrdə analar narahat olur, uşaqlarda saç tökülməsi başlayır. Bu həm əlaqəlidir hormonların, xüsusən də androgenlərin saç folikullarının dibinə təsiri ilə əlaqədardır. Təbii ki, başqa faktorlarda stres, mineral çatışmazlıq və s. də rol oynayır, amma biz adətən araşdıranda görürük ki, tam normal uşaqda, sağlam uşaqda saç dəyişir və bunun endokrin sistemlə əlaqəsi odur ki, məhz yeniyetməlik dövrünə düşür və yeniyetmələrdə hormonal dəyişikliklərin başlaması ilə üst-üstə düşür. Amma dediyim kimi, bəzi mərhələləri də olur saç tökülməsinin, saç inkişafının. Misal üçün, insan uşaqda mövcud olan saçlar təxminən 7-8 ildən sonra inkişafını başa çatdırır və tökülməyə başlayır. Bu həmin dövrlə üst-üstə düşür. Amma diqqət etsəz, uşaqlıqda olan gür saçlar adətən yeniyetməlikdə onsuzdur. Yəni, heç bir insan uşaqlıqdakı saçını tam daşımır və yeniyetməlikdə saçların yenilənməsi tam təbii, normal haldır. Əgər orqanizm sağlamdırsa, burada narahat olmağa dəyməz və xüsusən də bu məsələdə endokrinoloqun payı ondan ibarətdir ki, valideynlər düşünür ki, əgər hormonal dəyişiklik varsa, hormonlara müdaxilə edib saçların tökülməsinin qarşısını almalıyıq. Bu tamamilə yanlış fikirdir. Bəli, hormonlarla əlaqədardır, amma fizioloji prosesdir. O demək deyil ki, hormonları normallaşdırmalıyıq ki, uşağın saçı normaya gəlsin. Əksinə, bu dövrdə hormonların yüksəlməsi, hormonal inkişaf normal haldır və buna müdaxilə etməyə ehtiyac yoxdur.